Dəyərli şagirdlər, hər vaxtınız xeyir. Üslü tənliyə aid ifadənin həllinə baxaq. Deməli, 16-nı biz ilk öncə 4-ün kvadratı kimi yaza bilərik. Düzdürmü? Amma fikir versəniz, baxın bu 2-dir. 4 burada var, amma bizə lazım olan ən kiçiyə qədər gətirmək lazımdır, belə deyək. O zaman mən 16-nı yazaram. 2 üstü 4. Yazsam yerinə 2 üstü 4. Bir də x plus 2 var. Vurulsun 2 üstü x plus 5 bərabərdir. 4'də yazmalıyam. 2'nin kvadratı, onun da qüvvətində 10 var. Biraz daha sadələşdirmə aparsaq 2 üstü 4 vurulacaq bu ifadəyə. 4x plus 2 vurulsun 2 üstü x plus 5 bərabərdir. 2 üstü 2 vurulacaq 10'a 20. Və bizə lazım olan baxın qüvvətlər. Çünki əsaslar bərabər olduğu üçün qüvvətləri nə etməliyik? Toplamalıyıq. Yəni 4'ü vurub atsam 4x plus 8 üzerine gəlsin x plus 5 bərabər 20'ye. X'ları topluyorum. 5x plus 13 bərabər 20'ye. 5x bərabərdir 7'ye. X bərabərdir 7 böl 5. Deməli cavabımız 5'te 7.